Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Ər-arvad hər ikisi öz razılığı ilə uşağı götüzdürmək üçün həkimə müraciət edirlər və həkim də uşağı götürür, abort eləyir. Bu halda uşağın qan pulusunu kim ödəməlidir? Və əgər uşağın qan pulusunu həkim ödəyəcəksə, valideynlər öz razılığı ilə gəldiklərinə görə bu haqdan məhrum olurlarmı? Cavab belədir. Diyə uşağı birbaşa götürənin boynunadır. Əgər ana özü dərman içibsə, diyəni ana ödəyəcək. Əgər ata hər hansı bir formada uşağı salıbsa, ata ödəyəcək. Bu sualdakı fərəziyyə görə bu işi görən həkimdir. Valideynlərin razılığı diyə haqlarını ləğv etmir. Amma bu halda valideynlər əgər özləri istəsələr, həkimdən diyə haqqını tələb eləməsinlər və öz haqlarından əl götürsünlər, belə olan təqdirdə öz haqlarından əl götürə bilərlər. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.